Konuşma galiba. Sizi de kanınıza belanı. Babamı öldürmek istedi. Ne bak? Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2024-cü il iyulun 3-də kənar dairəvi yolda yol nəqliyyat hadisəsi baş verməsi haqda Yasamal rayonu 29-cu polis şöbəsinə məlumat daxil olub. Cherry markalı avtomobilin dərəyə yuvarlanması nəticəsində maşının sahibi Günay Əkbərova aldığı çoxsaylı xəsarətlərdən ölüb. Yaralanan sürücü Mustafa Nəcəfov Respublika Klinik Xəstəxanasına çatdırılıb. 2 həftədən sonra Baş Prokurorluq məlumat yayıb ki, sözgədən hadisəni Nəcəfov qəsdən törədib. Bu səbəbdən o saxlanılaraq Bakı İstintaq Təcridxanasına köçürülüb. 3 iyul 2024-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə kənar dairəvi magistral yolunun yanında baş verib. Ağ rəngli Cherry markalı avtomobilin asfalt yoldan torpaq hissəyə keçərək təxminən 200 metrdən aşağı düşməsi müəyyən edilib. Maşından biraz kənarda, başında və bədən səthində çoxsaylı xəsarətlərlə 1982-ci il təvəllüdlü Günay Əkbərovanın meyidi aşkar olunub. Güclü zərbə nəticəsində avtomobil deformasiyaya uğrayıb, mühərriki üzərindən çıxıb, şüşələri sınıb və təkərləri partlayıb. Qeydə alınmış video görüntüyə baxış keçirməsi protokoluna əsasən kənar dairəvi yoldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan ağ rəngli dövlət qeydiyyat nişanı görünməyən sedan tipli avtomobil orta sürətlə hərəkət edərkən anidən sağa dönərək torpaq yola çıxıb və dərədən üzü aşağı düşüb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Günay Əkbərovanın meyidinin müayinəsi zamanı ağciyərlərin cırılması, qabırğaların və döş sümüyünün sınması, beyinə qan sızma, üzündə və bədənin müxtəlif nahiyələrində çoxsaylı sıyrıqların olması müəyyən edilib. Onun ölümünə aldığı travmalar nəticəsində baş vermiş kəskin qan itirmə səbəb olub. Mustafa Nəcəfovun müayinəsi zamanı onda qabırğaların iki tərəfli çoxsaylı sınıqları, sağ bazu sümüyünün və boynunun qapalı qəlpəli sınığı, həmçinin sinir sıxılması aşkar edilib. Baş Prokurorluq məlumat yayıb ki, 2 həftədən çox davam edən araşdırma nəticəsində prokurorluq hadisənin avtomobil qəzası olmadığı qənaətinə gəlib. Mustafa Nəcəfovun idarə etdiyi maşını qəsdən dərədən aşırması məlum olub. Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsd sanadı öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Xəstəxanaya yerləşdirilən Mustafa Nəcəfovun barəsində əvvəl polisin nəzarəti altına vermə qəti imkan tədbiri seçilib. İyulun 20-sində o Bakı İstintaq Təcridxanasına köçürülüb. Mustafa Nəcəfov 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181-ci quldurluq maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum olunub. 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək ona 8 il 6 ay cəza təyin edilib. Milli Məclisin 2021-ci il tarixli amnistiya qərarına əsasən cəzadan vaxtından əvvəl azad olunub. İstintaqla müəyyən edilib ki, Mustafa Nəcəfov 2024-cü ilin aprel ayından sevgilisi olmuş Günay Əkbərovanın son vaxtlar ailə sürücüsü Ceyhun Əhmədovla yaxın münasibətdə olmasından şübhələnib. İyun ayının axırlarında qadının yaşadığı Biləcəri qəsəbəsi Çayqovşan küçəsi döngə 6 ev 15-in qarşısına gələrək onunla görüşüb.
Qısqanclıq zəminində yaranmış mübahisə zamanı Günay Əkbərovanı döyərək ondan Ceyhun Əhmədovla münasibətlərindən son qoymasını tələb edib. Lakin sevgilisi onun sözlərinə əhəmiyyət vermədiyindən həmin məsələni yenidən araşdırmaq məqsədi ilə iyulun 3-ü saat 14 radələrində görüşüblər. Günay Əkbərovaya məxsus Cherry markalı avtomobili özü idarə etməklə Biləcəri qəsəbəsindən çıxıblar. Yaranmış mübahisə zamanı Günayın Ceyhunla yaxın münasibətini davam etdirdiyini güman edəndən sonra qisas məqsədi ilə onu öldürmək qərarına gəlib. Avtomobili dairəvi yolla Lökbatan qəsəbəsi istiqamətində sürərkən WhatsApp tətbiqi ilə əmisi oğlu Səbuhi Nəcəfova özünü və qadını öldürəcəyi barədə səsli mesajlar göndərib. Saat 15:40-da idarə etdiyi maşını Qazax Astara yazılmış məlumat lövhəsinin yaxınlığında saxlayıb. Bir daha Səbuhi Nəcəfova zəng edərək olduğu məkan barədə məlumat verməklə onu həmin ünvana çağırıb. Əmisi oğlu səbirli olub, onu gözləməsini deyib. Bu zaman Günay Əkbərova uşağına görə günahından keçməsini, onu bağışlamasını və öldürməməsini xahiş edib. Amma o sözlərinə əhəmiyyət verməyərək qapıları mərkəz kilit vasitəsilə bloklamaqla qadını avtomobili tərk etməsinə məhdudiyyət yaradıb. Saat 16:05-də Mustafa Nəcəfov digər hərəkət iştirakçıları üçün də təhlükə yaradaraq qəflətən yüksək sürətlə yola çıxıb. Təhlükəsizlik kəmərini taxan Mustafa Nəcəfov arxada əyləşmiş Günay Əkbərovanı öldürmək məqsədi ilə avtomobili magistral yoldan sağa döndərərək 200 metr hündürlüyündə olan dərədən aşırıb. Maşının bir neçə dəfə yuvarlanması nəticəsində ümumi təhlükəli üsulla 10.800 manat dəyərində ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv edib və zərər çəkmişi xüsusi amansızlıqla qəsdən öldürüb. 2496-165 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Nəcəfov Mustafa İlqar oğlunun 03 iyul 2024-cü tarixdə əvvəlcədən sevgi münasibətində olduğu Əkbərova Günay məktəb qızı ilə həmin gün saat 14 radələrində onun razılığı əsasən idarə etdiyi Cherry markalı avtomobil ilə Günay Əkbərovanı götürmüş. Yolda yaranmış münaqişə zamanı öz əmisi oğlu Səbuhi Nəcəfova özünü və Günay Əkbərovanı öldürəcəyi tipli səs yazıları ataraq, həyatına qəsd edəcəyi tipli səs yazıları ataraq idarə etdiyi avtomobili Yasamal rayonu kənar dairəvi yoluna gəlmiş və dərədən aşağı atmışdır. Həmin zaman Günay Əkbərova qəsdən öldürülməsi nəticəsində vəfat etmiş, Mustafa Nəcəfov isə Respublika Klinik Xəstəxanasına yatırılmışdır. Naxçıvan Muxtar Respublikası Babəş rayon Kərimbəli kəndində məktəbi bitirmişəm, ondan sonra Bakıya gəlmişəm, hərbi əsgərliyim olmuyor. Neçə yaşınız var? 34. Evlisiniz? Subay. Əvvələn neçə dəfə məhkum olub? Bir dəfə. Nə ilə? 181-2-4. Bakıda yaşayırdım, Hökmər qəsəbəsində. Usta işləyirdim özüm Qarabağ zonasında, gedib gəlirdim. Oradan gələndən sonra əmoğlumun yanında PlayStation yerində işləmişəm. Günayla da tanış olmağımız yəni TikTok vasitəsilə olubdu. 2 ay, neçə gün birlikdə münasibətimiz olub. Sonradan axırıncı günlər Günayla mübahisəmiz olurdu. Bir neçə vaxtı ona əvvəllərdən tanıdığı kimsə zəng elirdi, yazırdı. Ona görə mübahisəmiz olub. Axır vaxtda qəza olunan günü də Günayla bu şeyə görə mübahisəmiz olub, birlikdə görüşmüşük, getmişəm onlara, onunla getmişik. Mehtəbatdan, Ağoldan pul götmüşəm, maşına benzin vurmağa, sonra gəlmişik. Maşını mən idarə eləmişəm, uşağı da maşında olub, uşağını qoymuşuq evə. Maşın kimin maşını idi? Günayın maşını. Bundan ikimiz getmişik Sədrək yolunda, yolun kənarında saxlayıb maşında bir xeyli söhbət eləmişik. Ondan sonra əmoğluma zəng eləmişəm ki, bezmişəm, bunu da öldürəcəm özümü də. Sonra bu hadisə olubdur. Yəni maşını oradan aşağı. Abi, hər şeyə görə sağ ol. Mən yaşamağa son qoyuram. Bunu da öldürəcəm özümü də. Şo. Bu səs yazımdan sonra da yəqin ki, sənə zəng edəcəklər, yaxşı? Atdım hər şeyi sənə, nə varsa. Büyücə mənim əsəblərimi pozur. Sən öləsən büyüyün. Sən öləsən büyüyün. Sən öləsən Günay. Babamı fikirlər. Sağ ol abi. Babamı fikirlər. Oğlan da dönüb. Mən sənə dedim ki, Günay, mənim əsəbimi pozma! Sakit qal!
Sakit kal! Sana dedim sakit kal! Alamı fikirləşədim səni. Sana mən dedim ki, mənim əsəbimi pozma! Mən heç kimi tanımıram əsəbimi pozmanda. Sana demişdim. Səncə ağıllıysan? Hə? Sonra gəldik. Sonra gəldik. Uşağı düşürdük. Uşağı düşürdükdən sonra gəldik. Hemen bu ərazidə saxladıq maşını. Söhbət edərik. Ondan sonra söhbət edəndən sonra əsəbi idi. Namoğlu yoxsa satdım. Namoğlu mənə yetişərəkəsən. Hangisi oğlu kimdir? Səbir Nezir. Bəli. Həmin zaman, siz burada olan zaman bu maşına kim var idi? Maşın kimə məxsus idi? Binay məktəbi var, elədir. Avtomobildə hər hansı bir digər şəxs olmuşdur. Səbuhi Nəcəfova, əmiz oldu. Məktub qisas sıratmış. Səbir. Hansı istiqamətsiniz? Göstərə bilərsiniz. Hansı istiqamət? Əyani şəkildə gedib oradan da göstərə bilərsiniz. Hadisəni törətməkdə məqsədiniz nə olub sizin? Olanı tərtəbli olması çəkəsində. Məhkəmə iclasında Mustafa Nəcəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, aralarında baş vermiş mübahisə zamanı Günay Əkbərovanı qorxutmaq məqsədi ilə əmisi oğluna onu öldürmək istədiyi barədə səsli mesaj göndərib. Yol nəqliyyat hadisəsi istəmədən baş verib. Belə ki, göndərdiyi ismarıcılardan sonra əmisi oğlu onu olduğu yerdə gözləməsini xahiş edib. Buna görə də o avtomobili yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlayıb. Qohumu gələndən sonra o mühərriki işə salıb və torpaq yolla idarə etməni itirərək qəza törədib. Hadisədən sonra qadın dərhal ölməyib. Avtomobil texniki cəhətdən yaxşı vəziyyətdə olub. Günayı sevib. Qadının ondan başqa kiminləsə münasibəti olmayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Pərvanə Əliyeva ifadəsində bacısının təqsirləndirilən şəxslə münasibətindən xəbəri olmadığını göstərib. Günay ona bu barədə heç vaxt danışmayıb. Mustafa Nəcəfova ağır cəza verilməsini xahiş edib. Məhkəmə iclasında elan olunmuş şahid Ceyhun Əhmədovun ifadəsində göstərilib ki, Günay Əkbərov ilə 2021-ci ildə tanış olub. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan zaman Günay sifariş verib. Yolda söhbət əsnasında qadın ona şəxsi sürücü lazım olduğunu deyib. 350 manat müqabilində ailə sürücüsü olacağı barədə razılaşıblar. İşlədiyi müddət ərzində Günay Əkbərov ilə dostluq münasibəti yaranıb. Heç vaxt cinsi əlaqədə olmayıblar. Günay özünə maşın aldıqdan sonra artıq ona ehtiyac olmadığını bildirib. Buna görə də sağollaşıblar. Sonradan bir neçə dəfə qadınla zəngləşərək yaxın dost kimi hal-əhval tutub. 2024-cü ilin iyul ayında Günayın öldüyünü biləndən sonra yas mərasimində iştirak edib. Şahid Tural Əkbərov bildirib ki, Günay Əkbərov ilə 2009-cu ildə evlənib, bir övladları dünyaya gəlib. Günay Bakı Sağlamlıq Mərkəzində böyük tibb bacısı işləyib. 2023-cü ilin iyun ayında o işləmək üçün Moskva şəhərinə gedib. Rusiyada olduğu müddət ərzində daim arvadı ilə telefonla danışıb və ailəsi üçün lazımı hər şeyi edib. 2024-cü il iyulun 3-də bacanağı zəng vuraraq Günayın avtoqəza zamanı vəfat etdiyini xəbər verib. Bakıya qayıdandan sonra yoldaşının sevgilisi Mustafa Nəcəfov tərəfindən öldürüldüyünü bilib. Kompleks məhkəmə psixoloji ekspertizasına rəyinə əsasən Mustafa Nəcəfov anlaqlı hesab olunub. Prokuror təqsirləndirilən şəxsə 20 il cəza təyin edilməsini istəyib.
Məhkəmə Mustafa Nəcəfovun Günay Əkbərovanı öldürmə niyyəti olmaması, idarə etməni itirməsi səbəbindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qadının ölməsi barədə verdiyi ifadəsini öz müdafiəsi mövqeyinə söykənən subyektiv mülahizəsi, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onları inandırıcı hesab etməyib. Məhkəmə qənaətə gəlib ki, Mustafa Nəcəfovun Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə və 186.2.2-ci əmlakı qəsdən məhv etmə ağır nəticələrə səbəb olduğu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. 2025-ci il iyunun 20-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Mustafa Nəcəfov 20 il müddətinə azadlıqdan məhrum olunub. 2025-ci il oktyabrın 10-da Sabunçu Tibb Mərkəzindən Xəzər rayon 1-ci polis şöbəsinə çoxsaylı bıçaq yaraları ilə 1961-ci il təvəllüdlü İnqilab Bayramovun daxil olması barədə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, hadisə Şüvəlan qəsəbəsində Mir Mövsüm Ağa ziyarətgahının qarşısında baş verib. Cinayəti törədib hadisə yerindən uzaqlaşan qəsəbə sakini Zahid Bayramov həmin axşam saxlanılıb. 2025-ci il oktyabrın 10-da Şüvəlan qəsəbəsindən Sabunçu Tibb Mərkəzinə çoxsaylı bıçaq yaraları ilə İnqilab Bayramov çatdırılıb və əməliyyat nəticəsində həyatı xilas olunub. 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən ictimai yerdə cinayəti törədən Zahid Bayramov saxlanılıb. Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. Zahid Bayramov 1996-cı ildə Rusiya Federasiyasının Soçi şəhərində anadan olub. Vətəndaşlığı müəyyən edilməyib. Bakı şəhərində Xəzər rayon məhkəməsinin hökmü ilə 2 dəfə məhkum olunub. İstintaqla müəyyən edilib ki, oktyabrın 10-u saat 19 radələrində narkotik vasitənin təsiri altında olan Zahid Bayramov fərdi evdə atası Ədalət Bayramovdan pul istəyib. Bununla əlaqədar aralarında mübahisə yaranıb. Zahid saxladıqları heyvanlardan bir neçəsini aparıb satmaq istədiyini bildirəndə atası bununla razılaşmayıb və küçəyə çıxıb Mir Mövsüm Ağa ziyarətgahının qarşısında ət satışı ilə məşğul olan qonşusu İnqilab Bayramova yaxınlaşır. Bundan qəzəblənərək arxasınca gedən Zahid atası ilə mübahisəsini orada davam edib. Söyüş-söyərək heyətdə olan bir neçə heyvanı aparıb satacağını bildirib. Atasının üzünə sillə vurub yaşamağa haqqı olmadığını deyib. İnqilab Bayramov müdaxilə edəndə ona söhbətə qarışmamasını və atasını öldürəcəyini bildirib. Mane olmağa çalışanda Zahid gödəkçəsindən çıxardığı bıçaqla İnqilab Bayramovun başına, sinəsinə və kürəyinə ümumilikdə 7 dəfə zərbə endirib. Kənar şəxslər polis əməkdaşlarının gəldiklərini deyiblər. Buna görə də hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatı xilas edildiyindən Zahid Bayramov iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyib. Öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək İnqilab Bayramov qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bunda da Bayramov Zahid Əvəlitovич Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.122.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Maddənin sanksiyasında 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Siz sizə qarşı hər sürmüş ittihamda özünüz təqsirli bilə də bilərsiniz, bilməyə də bilərsiniz və qismən təqsirli bilə bilərsiniz. Verəcəyiniz cavabların heç birisi sizin ziyanınıza şərh olunmayacaq. İndi məhkəmə sizdən soruşur ki, sizə qarşı hər sürmüş ittihamda özünüz təqsirli bilirsiniz? Bilmirəm. Bilmirsiniz? Qismən bilirəm, yəni belə vurur məni, mən də onu vurmuşam. Məhkəmə iclasında Zahid Bayramov bildirib ki, atasını qətlə yetirmək niyyəti olsaydı, həqiqətən də onu öldürərdi. Küçədə mübahisə zamanı atası onu söyüb. Qonşusu İnqilab Bayramov da onu birinci vurub. Bu səbəbdən özünü müdafiə etmək üçün bıçaqdan istifadə edib. Hadisədən sonra yolun əks tərəfinə keçib, ziyarətgahda əllərini yuyub və qəbristanlığa gedib.
İnqilab Bayramov dostunun atasıdır. Dəfələrlə ona sataşıb, narkoman deyərək məhəlləyə çıxmamasını tələb edib. Onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Vətəndaşlığının hansı ölkəyə mənsub olduğunu bilmir. Valideynlərinə hər dəfə onun sənədlərini qaydaya salmasını söyləyib. Amma atası bunun əvəzinə onu qəsdən reabilitasiya mərkəzinə göndərib. Oradan evə qayıdandan sonra yenə də atası ilə bu məsələ ilə bağlı mübahisə edib. Bayramov, sizə izah olunur ki, sizin ifadə verməmək kimi bir hüququnuz da var. İstəsəz ifadə verməyə də bilərsiniz. Amma işin obyektiv həlli üçün biz sizə təklif edirik ki, ifadə verəsiniz. Vermək istəyirsiniz ifadə? Niyə sənədiniz yoxdur? Əvvəl oradan başlayaq. Mən də sikimdə, yəni mən də bilmək istəyirəm, niyə yox? Yəni siz Azərbaycan vətəndaşı deyilsiniz də, Rusiya vətəndaşısınız, düzdür? Rusiyanın vətəndaşısınız, yoxsa vətəndaşlığı olmayan şəxssiz? Yəni mən valla sikim bilmirəm mən də. Orada deyir, biri deyir Gürcistanda doğulmuşsan. Mən uşaqlığımı xatırlayıram ki, haçan doğulmuşam, harada doğulmuşam. Gah deyirlər Rusiyada doğulmuşam, gah deyirlər Gürcistanda. Sənəd yəni ala bilmirəm. Neçə vaxt ancaq fırladırlar bir-birini. Yəni bir gün sabah. Yəni yatışdırıblar da ömrü billah. Aha, sənədimiz yoxdur. Bununla bağlı həmişə mübahisəmiz olur. Hə? Mübahisəmiz olur. Aha. Yəni, orada da mən atamız adımı vurmamışam, yəni yalandan deyib, orada söyüşdə söyüb o mənə. Mən atamın sinəsindən tələdim ki, ayıb deyil, bu nə deyə çağırmışsan üstümə, hələ bir yanında söyüş deyil üzünə. Yəni, sən mənim doğma atamsan, bu nədir? Yəni, belə şey olar. Söyüş söyür, sən də atamsan, sən də onunla bir yerdə təsdiqliyiz. Tələdim ki, ayıb deyil, özdə yəni ağlayırdım da, yəni çatlayıram, vuramıram atadır. O şimdi tələbim ki, iki kişisən, bu nə hərəkətdir də, yəni. Atanla mübahisə elədin, bəs necə oldu Zərəçi həmişə araya girdi? Zərəçi həmişə niyə qutlayırız? Mən bunu, yaşlı kişinin dostumun atasıdır. Niyə? Mən deyim, əhliyə çıxmam, başa düşdüyüm necə, nə bilim, sən xuliqansan, narkotik edirsən, nə bilim. Mən də deyirəm, belə eləyirəm, eləmişəm də, yəni burada nə var? Amma sənin oğlunu gətirim. Belə də ki, mən sənin oğlunu namazı, mən tövbə elədim, tutardım, namazı apardım. Çox oğlan deyirsən ki, bundan qala bir dəfə vurulur. Ağladın, pulladın, qırağa, bəs necə oldu təzdən peyda oldu? Yox, ikinci, 2-3 dəfə məhliyə çıxıram, mənə deyir məhliyə çıxma. Yəni buradan çıxmalıyam da, mən burada qalıram da, çıxmalıyam da. Dedim, mənə deyir, səni öldürərəm, cavab belə elə. Mən də deyirəm, yer get də, yəni oğluna da demişəm. Oğluna dedim ki, atom mənimlə belə danışır, söyüş, tanıram mən laboratoru edim. Yəni qaydım da ona, sən danış da, yəni oğlu da məndən də böyükdür, oğlu da bilmir. Yəni şahidim tək Allahdır, bunların hamısı oyun qurublar, bir ələ qurublar, elə qədəm olsun. Dədəmə də sərf eləmir mənim, yəni sənətimi yığıb getməyi. Bilmirəm niyə. Allah qatilinə bir dənə köməklik edeyim də mən. Yəni çarə qalmışam da, yəni çarəsizim. Nə valideyn köməkliyini, nə bir şey. Dedilər, başım gedib, mənə atdıqlar reabilitasiyaya. Yəni bilə-bilə mənə orada zülüm verirlər. Orada da tank deyirlər, pres verirlər adama ki, sümükləri vururlar bir-birinə, belə vururlar, elə bir trenlə deşirlər. 4 mərtəbə villadır, bir dənə şeydən istifadə edəmirsən, hər gün zülüm, rejim. Bu nədir, düşmüşəm. Başa düşürsünüz də nəzir, çox şeyi sözümü ifadə edə bilmirəm. Yaxşı, bildim. Yəni mən o öldürmək istəsəydim, həyətdə də öldürərdim. Yəni həm orada da, burada da. Mən ancaq dalıca geydim ki, ay, iki oğlansan da, bir dənə gedək qol çəkdim. Yenə dalıca getdim, orada da gedib üstümə adam çağırdım. Mən dalıca bunu çıxana kimi üstümə bunları çağırdım. Həmin elə bunu. Bu da demirəm aramızda olur. Çıxdım ora, bunun yanında mənim üzümə söyüşdü. Deyirəm ona yer git də sən qatışma. Ağlayıram yenə də ona ki, ayıbdır deyə utanıb yerə girmirsən. Axır sinəsində dözənmədim, sinəsindən bir dənə yumruq vurdum, doğru. Atamızın. Hə. Ki, yəni yumruq demək ki, tələmək də, yəni yenə də qırılıb qalırsan. Amma Allah hamd olsun, deyirəm, mənim yerimə kim olsaydı, yəni o da eləyərdi onu. Kim deyir, valideyndir. Yəni deyirəm, mən 30 ildir sıxıb saxlayıram da. Hələ bilmirəm heç valideyndir. Valideyn, yəni o övladı üçün belə eləməz. Belə eləməzlər. O hissəni elan edəcəm, o atamızın olmaması ilə bağlı ifadənizdə də demişsiniz. Sizin bununla bağlı nə şübhəniz? Şübhəliyəm də, yəni sən evdə var seçkiliklər olub. Həmişə mən döyülmüşəm, söyülmüşəm. Məktəbə bunların cibinə pul qoyublar, mənə qoymayıblar. Avtobusda ağlayırdım ki, tanım da ki, avtobusa minməyə sonra gelib gələndə avtobus pulsuz düşüb qaçır. Ayaqla deyirdim, qaça-qaça çıxıyordum.
9-dan qovuluyublar. Mən xuliqanlıq da eləmişəm, ya daha başqa oldu. Amma yəni mən evdə heç vaxt valideynimə qayıtmamışam. Qayıdıb, böyük qardaşım qayıdıb dalaşmışam, balaca qayıdıb dalaşmışam, olmuyor. Amma getdiniz ayrıldıqca görürsən ki, gedişat tamam başqa cür. Bir çəkildir dala, bıçağı qolumdan çıxartmamışam, bıçaq mənim duramda olur. Bıçaq niyə sən oranda? Həmişə olub bıçaq. Niyə? Yəni uşaqlıqdan azaddan belə gizli. Demək ki, sən də çox sakit adam döyürsən də. O şimdi bu mənə vurdu bir-ikidən. Bir dənə çıxartdım, dedim bəlkə qorxar qaçar. Qaçmadı. Orada müstəntiqin otağında da. Deyir mənə ki, niyə qaçmadın? Dedim, bəs sən niyə bax? Deyir, mən kişiyəm. Dedim, bəs mən də kişiyəm. Kimlərə çəkmiş deyir? O şimdi bu mənə vurdu. Bir dəfə dedim ona ki, yer get deyirəm də sənə. Sənə deyir, səni öldürəcəm. Bu birisi atan da, dəhrə bilirsiniz də nədir? Biraz ucu belə əyri yoxdur, balta kimi. Ət doğrayan da? Ondan gəlir, atam deyə, yəni üstümə gəlir. Vururlar, mən də dalım divara bildiriz necə. Bu mənə vurduqca mən də bu əlimdən, sol əlimdən saxlayıram, sağlam saxlayıram. Hələ çıxardığında da bu barmağımı, öz barmağımı da kəsmişdim. Yerə döküləndə mənim qanım olub, heç ondan qan çıxmayıb orada. Bir dənə üzünün burasında görmüşəm burnunda, sızıq vardı, balaca sızıq. Bıçağı harasına vurmuşsan? Bıçağı harasından vurmuşsan? Onlara vurub mən sənə belə-belə edeyim. Yəni, belə-belə elədin, keçmədi daxilə. Bir dənə burasına bilirəm ki, dəydi. Necə qan olmaya bilər? O şimdi araba çıxaq gəldi oradan. Çıxdılar, polis sardılar, dayandı. Mən elə bir dənə moment yarandı da çıxdı. Keçdim yoluma, sizlə getdim ziyarətçə, əlimi yudum. Oradan getdim, oturdum qəbristanlıqda. Bıçağı hardan əldə edilmişsiniz? Bıçağı mənə çoxdan məndə. Çoxdan sizlədir, hardan əldə edilmişsiniz? Dostum Cabir rəhmətli, romancısı. Ondan da. Mütəmadi üstünüzdə olur bıçaq. Çox vaxt üstündə olur. Üstünüzdə gəzdirməklə məqsədiniz nədir? Ümumiyyətcə də elə bir yəni. İnqilab Bayramovla əvvəllər tez-tez mübahisəniz olub aranızda. Tez-tez yox, bilmirəm, bir dəfə eləncə oldu, qayaq danışdı. Ondan sonra da məhliyə çıxmadı, səni öldürəcəm, məhliyə olsun, buralara filanmasa. Onun deməyin qarşılığında siz ümumiyyətlə nə vaxtsa İnqilab Bayramov, mən də sizi öldürəcəm falan belə. Yox, heç var. Bayaq dediniz ki, atanızla evdə mübahisə elədiniz, atanız getdi qonşunun yanına. Yəni vurmaq istəsəydim onu orada vurardım. Yox, yəni evdə birinci mübahisəniz evdə olub, sonra dükanın qabağına çıxırdı, atanız gedib. Siz onun ardınca getmişsiniz, düzdür? Həmin vaxt İnqilab Bayramovun da orada olduğundan məlumatınız var idi. Yox. Atanızın yanına üzərinizdə bıçaqla getməklə məqsədiniz nə idi ki? Yox, ümumiyyətcə bıçaq mənim üstümdə o gözləri bilirlər, həmişə bıçaq olmaz. Zərər çəkmiş şəxsə bıçaqla xəsarət yetirdiniz, neçə dəfə xəsarət yetirdiniz? Mən belə 3 dəfə görmüşəm də, yəni 3 dəfə belə atmışam. İnqilab Bayramova bıçaqla xəsarət yetirməyinizin məqsədi, səbəbi nə idi? Nəyə görə məhz bıçaqla xəsarət yetirdiniz? Özümü müdafiə eləmişəm əlbəttə. Necə müdafiə edirsiniz? Nədən müdafiə edirsiniz özünüzü? Vurur mənə də, demirəm, əlində yekə çomaq var. O birisinin də əlində dəhrə var. Yox, bayaq ifadənizdə dediniz ki, çomaqla sizə vurmaq istəyəndə əlindən çomaq aldı. Vurmaq istəyəndə yox, 2 dəfə vurdu. 2 dəfə vurdu. Ədavətin düşməni. Yox, heç nə. Yəni ailəvi dost olmuşuq, gəlib gəlmişik. Yəni birdən-birə bunlar. Və birdən-birə nə baş verdi ki, bax bu belə ağlı da götürüb gəldi sən. Mən də sizi kimi. Cavan sənlə yaşlı adam olar, deyərik ki, hə, ağsaqqal adamdır, ağsaqqal adam uşağı yaşında adama niyə dursun söyüş durduğu yerdə? Demək ki, səndən nəsə bir şey görür ki, onu eləyir. Mən ki, narkotik gətirirsən, oğluma verirsən. Amma belə araşdırsanız, kim gətirir də, kim eləyir onu. Hə, yaxşı. Hamısını siz Allaha şükür taparsınız. Növbəti məhkəmə iclasında Zahid Bayramov çəkiliş aparılmasına etiraz edib. Zərərçəkmiş şəxs atasına görə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Ədalət Bayramov yaxın qohumunun əleyhinə şahid qismində ifadə verməkdən imtina edib. Buna görə də onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. Məhkəmə qənaətə gəlib ki, Zahid Bayramovun Cinayət Məcəlləsinə 2920.2.2 xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi tam sübuta yetirilib. O həmin maddənin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır və barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. 2026-cı il fevralın 26-sında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zahid Bayramov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.